qrup vətəndaş aparıcı Nigar Fərhaddan şikayətçidirlər. Onlar bildirirlər ki, bir müddət əvvəl Nigar Fərhadın təsisçisi olduğu Eid Qrup şirkətində xaricdə təhsil adı vədi ilə müraciət edib və müəyyən miqdarda şirkətə pul ödəyiblər. Lakin bir müddətdən sonra Nigar Fərhad telefonlara cavab verməməyə başlayıb və onların şikayətlərindən baxmayıb. Biz də hazırda Eid Qrup şirkətinin yerləşdiyi ofisin qarşısındayıq. Hazırda nə şirkət əməkdaşları var, nə də ərazidə fəaliyyət göstərən biriləri. Artıq bir ildir müraciət eləmişəm. Bu Nigar Fərhada. Şəxsən mən 4250 manat pul ödədim. Şəxsən Nigar Fərhadın özü bizlə görüşdü. Özünə əlbəl pulu verdim nağd şəkildə. Bizə Kanadada magistratura təhsil alacağımıza dair vədlər verdi. Verdiyi vədlərin heç birini əməl etmədi. Mənim tanıdığım 150 nəfərdən yuxarı insan, toplamda hesaplamışıq 600 mindən yuxarı dəymiş zərər var. Hələ bu bizim bildiyimizdir. Deməli, keçən il 2025-ci ilin sentyabrın 10-da gəldik bura. 4250 manat vermişdik. Heç bir iş görülməyib, nə müraciət olunub, nə vizaya, nə universitetə. Hamısı ayrı-ayrılıqda ödənişləndi. Heç biri də olunmayıb. Məndən hardasa 2550 manat pul alıb. İndi mənə apara bilmədi də. Neçə dəfə müraciət elədi, nə oldu? Məsələn, dedi, sizin hesabınız pul azdır. Mən də intizamən getdim, bankadan pul götürdüm, hesabımda pul doldurdum ki, mənim işim düzəlsin. Yenə düzələnmədi də. İndi hardasa 3 il, 4 il də başladı mənə. Mənə sonra söz verdik, sənin pulun yarısı verərəm. Problem yoxdur. Yenə də vermədi. Şəxs Peyman Sadıqov, o da burada işləyirdi. Əsas belə deyim, icraçı şəxslərdən biri idi, hansı ki, mətbuat katibi idi bu Eid Qrupun. Nigar Fərhadın həmişə yanında olub, onu savunan, bu formada mətbuatdan, onun dələduzluqlarının, necə deyərlər, üstünü örtməkdə fəaliyyət göstərən bir şəxsdir. Məsələ ilə bağlı adı çəkilən Peyman Sadıqovdan əlaqə saxladıq. O şirkətdən bir müddətdir ki, ayrıldığını və alınan pullarla bağlı heç bir məlumatı olmadığını bildirdi. Mən o vaxtı oranın ictimaiyyət əlaqələr şöbəsi idi, mətbuat xidməti. Ondan qabaq qardaş mən çıxmışam. Açıqlamam var, saytlara bir dənə yazsanız gələcək Peyman Sadıqov Eid Qrupdan ayrıldı. Onun mənə aidiyyəti yoxdur, mən nə bilim, mənə pul vermişsiniz, mən nə bilim onda kim qaytarır. Siz orada işləmişsiniz vaxtı ilə. Vaxtı ilə işləmişəm, amma işləməyim o nədən ki, digər işçilərlə mən də işləmişəm, xanım. Mən orada işləmirəm, qardaş. Mənim o məsələlərdə mənə heç kim müqavilə bağlamayıb, mən heç kimlə də əlaqədə olmamışam. Məlumatımıza görə başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Onu da qeyd edək ki, aparıcı Nigar Fərhadın əri Samir Yahyazadə həbs edilib. İş onun faktiki rəhbərlik etdiyi Eid Qrup xaricdə təhsil şirkəti ilə bağlıdır. Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib.